Herkese salam, yeni vloguma hoş gelmişsiniz. Bu vlog biraz karışık olacak. Ona göre başınız, beyniniz biraz karışmış olabilir. Ben ne işlə məşğulam, nələr eləyirəm, özüm də bilmirəm düzü. Amma yeniliklər axtarıram və maraqlı yerlərə getməyi çox sevirəm. Ən çox çəkilişlərdə oluram. Bunlar mənim sevdiyim işlərdir. Belə kamera ilə necə işləmək lazımdır, çəkiliş necə eləmək lazımdır. Hal-hazırda maraq dairəm bundadır. Müxtəlif məkanlara gedirəm, müxtəlif məkanların çəkilişlərini eləyirəm və təbiəti çox sevirəm. Mən çox şanslıyam ki, ətrafımda yaxşı insanlar var və yaxşı dostlarım da var. Və yəqin ki, özümdə yaxşı dostlar seçməyi bacarıram. Ona görə də belə məqamlarda həmişə dostlar yanımda olur. Biz burada Sumqayıta gedirik. Düzü ilk dəfədir ki, mən Sumqayıta gedirdim, Sumqayıtda olurdum. Heç vaxt Sumqayıtda olmamışam, yadımda deyil. Sumqayıt çox təmiz yer idi. Yəni gördüyüm qədərinə gözəl, səliqəli şəhər idi. Biz orada çəkiliş eləməyə gedirdik. Faberlikin orada yığıncağı var idi, belə deyək. Sertifikat verirdilər və maraqlı, əyləncəli şou falan var idi. Onların çəkilişinə gedirdik və burada mən sizin üçün bəzi maraqlı məqamları çəkdim, gözəl yerlərə çəkdim. Bunlar mən biləni Sumqayıtın ən görkəmli, maraqlı yerləri idi. Belə müxtəlif yerlərə getməyi çox sevirəm. Çünki özüm üçün təcrübə əldə eləmiş oluram. Müxtəlif çəkilişlərdə, müxtəlif məkanlarda necə düzgün çəkiliş eləmək lazımdır, videoları necə çəkmək lazımdır. Bunları özümə təcrübə eləyirəm, yığıram və daha da özümü mükəmməlləşdirməyə, daha da yaxşılaşdırmağa çalışıram və bunu da öz videolarıma qatmağı çox sevirəm. Çünki istəyirəm videolarım daha da maraqlı olsun, hər dəfə daha izlənilən olsun videolarım. Burada stolda çoxlu hədiyyələr yığmışdılar və çoxlu güllər var idi. Hamının diplomları, sertifikatları, hədiyyələri hazır idi. Çoxlu qadınlar var idi, yəni hamısı bir-birindən gözəl idi. Həmin xanımlara, bu Faberlikin üzvlərinə bir-bir hədiyyələr verildi, diplomlar verildi və maraqlı şou proqram oldu. Düzü orada üzvlər həddən artıq çox idi. Ona görə onların hamısını çəkmək biraz qeyri-mümkün idi və şou özü də çox uzun çəkdi. Bizim çəkiliş elədiyimiz məkan düz dənizin qırağındaydı və yəni çox sakitçilik bir yer idi. Həqiqətən əla idi. Bu Sumqayıt olduğuna görə yəqin daha sakitçilik idi. Həm də təmiz idi. Burada biraz çıxdım və başımı dincəltdim. Hava biraz sərin idi, amma dəniz lap yaxın olması da uzaqdan görmək olurdu. Çox gözəl görsənirdi. Mənzərə super idi. Tədbir çox uzun olduğuna görə mən yoruldum, bir ara oturmağa qərar verdim. Bizim burada stolun üstə çaylarımız, peçenyelərimiz var idi. Daha sonra mən 1-2 dəqiqə ayaqüstü durmuşdum. Öz stolumuzun yanındaydım. 2 dənə çöldən, yəni bizim tədbirə əlaqəsi olmayan xalaşqalar girdi və icazəsiz
heç soruşmadan ki, bura zanitdir yoxsa yox. Əyləşdilər bizim yerimizdə. Yəni ki, mən idim və başqa insanların çayları falan var idi, bizim çəkiliş edənlərin. Yəni soruşmadan oturdular orada. Mən onlara bir qəribə baxdım ki, yəni ki, heç bir tədbirə əlaqəsi olmayan 2 dənə xalaşka gəldi. Nə soruşdu, nə bir şey, oturdular orada. Yəni çox qəribə bir məsələ idi. Sonra ofisiantlar yaxınlaşdı ki, sizə kömək edə bilərəm, dedilər ki, kimsə gözləyirlər güya. Amma sona qədər oturdular və heç kim gəlmədi. Uzun çəkən tədbirdən sonra biz şəhərə qayıtdıq, Bakıya qayıtdıq və mən acmışdım. Bir yerdə dayandıq. Mən getdim məsəl atışdırmağa, sonra Süsmedə getdik. Orada çəkilişlər eləmək lazım idi və oradan biraz kadrlar çəkdim sizin üçün. Ola bilər ki, bu video biraz kafa karışıklığı yaratsın sizdə. Çünki bir məkanda dayanmıram, bir neçə məkanda oluram burada və bütün kadrları birləşdirmişəm. Düzü bu kadrları çoxdan çəkmişəm. Amma hələ ki düzəldib paylaşmamışdım. Fikirləşdim bütün kadrları birləşdireyim, bir araya gətireyim və nə iş gördüyümü sizə göstərməyə çalışım. Dostlar, may ayı gəlib. May ayının artıq neçəsidir? Ortası demək olar. Havalar çox qəşəng olub. Baxın, nə qəşəng havadır. Havalar da tam isinməmişdi. Dedim, bilən xəstələnəm. Gördüyünüz kimi səsim də batıb. Mən heç də biləm. Ay, saçım da yanır. İndi bir ataq. Dedim ki, sonra yay olacaq. Xəstələnə bilməyəcəm də, mütləq xəstələnməliyim. Yoxsa bir dənə xəstələnəcəm, gələn qış. Ona görə mütləq soyuqladım ki, xəstələnim. Əldən vermədim. Siz mənim bu liftdə necə tormuz olduğumu artıq anlaya bilərsiniz. Çünki burada mən 6 rəqəminə üstünə basıram, fikirləşirəm ki, sensordur, səndə orada knopka var. Mən knopkanı qoyub altının üstünə basıram, fikirləşirəm ki, bu sensorla basılacaq. Sonra ekrandan altı basıram. Səndə orada knopka ilə də basmaq olarmış. Sizin kimi kameram yoxdur, özüm çəkim. Oğulacağım, önce demişim. Şimdi vurup tökeceğim yere hamuz. Düşeceği elimden yine parça parça. Yok, benim başım temiz. Yetişdə qiymət olmuyor. Dediler boş dayanma, oturmuşsan heç olmasa bir şey yara, otur bu kameranın tozunu temizle, sil. Mən də tozunu temizleməklə daha da ləkə koydum kameraya. Və fikirləşəm bu da təmizliyimi də silim. Gördüyünüz kimi koftanla təmizləməyə çalışıram. Amma sonunda təmizləyirəm. Otururam və heç olmasa deyirəm bir şey arayayım. Bu kameranın tozlarını təmizləyirəm. Biz burada həkim çəkilişindəyik. Çox gözəl və mehriban xanım idi, gülərüz xanım idi. Onu çox sevdim.
Не про меня бойтесь, а видео, которое люди будут смотреть. А Все пусть бойтесь. смотрят, пусть на сексе девушка смотрит, не одетого. Пусть радуются глаза. Я не против. А я? Hazır. Bir, iki, Elini. bir. Ne bana? Şaş. Yakın tut. Yeni alet aldım. Daha bilgi alet aldım. Если вы едете, все на отличном состоянии. Yolu verme elini. Сейчас, стоп. Onun birini zırhı. Başlasın sonra. Hadi yarışma. Ne bekliyor böyle ya? Да. Birini zırhı. Ne zırhı, zırhı. Bir, iki, üç, geri. Tanışma. Qızlar, həkimin otağında belə bir güzgü gördüm. Yəni bu güzgüyə bayıldım. Özüm istəyirəm ki, məndə olsun başdan ayağa güzgü, belə bir güzgüm yoxdur. Bu güzgüyə hər tərəfli bayıldım. Çünki arxa tərəfində də belə şkafları var, rəfləri var daha doğrusu, həm də asılqanı var. Ora həm nəsə pencəyi filan, şərf asmaq olar. Həm də ki belə nəsə qoymaq olar, özünə baxmaq olar. Çox gözəl bir güzgüdür. Yəni bayıldım bu güzgüyə. Geldi. 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 Чики-поки. Мы с тобой должны поехать путешествовать. Айда, пошли на дорогу. Куда поедешь? Ты 25-го куда едешь? Не, как там есть? Saçım gaşet değil mi? Супер. O bir de ben şeyden düşünüyorum. Почему? Günümüzü simitlə başladıq. Gedirəm indi çəkilişə baxmağa. İçeride işleri yoktu. İçerideki namusu yoktu. Varsa
Və vloqum sona çatdı. Kanalıma abunə olmağı və like düyməsinə basmağı unutmayın. Komment bölməsinə öz fikirlərinizi yaza bilərsiniz. Videomu axıra kimi izlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.